Hörmüz boğazı gərginliyin mərkəzinə çevrildi. Qırmızı dənizdə gəmilər hücuma məruz qalıb. İndi isə İranla bağlı müharibənin dalğaları Xəzər dənizinə qədər gəlib çatıb. Ukrayna Xəzər dənizində Rusiyaya silah daşıdığı bildirilən İran ticarət gəmisini vurub. Bu hadisə sadəcə bir gəminin hədəfə alınması deyil. Çünki Xəzər dənizi uzun müddət yaxın şərqdəki və Avropadakı müharibələrdən kənarda qalan nisbətən təhlükəsiz dəniz məkanı hesab olunurdu. İndi isə vəziyyət dəyişir. Əgər Ukraynanın zərbəsi həqiqətən İranla Rusiya arasında hərbi yük daşınması ilə bağlıdırsa, bu müharibənin coğrafiyasının necə genişləndiyini göstərən ciddi siqnaldır. Sual isə budur. Hörmüz boğazı və Qırmızı dənizdən sonra Xəzər dənizi də İran müharibəsinin yeni cəbhəsinə çevrilə bilərmi? Məsələni anlamaq üçün əvvəlcə Xəzərin bugünə qədər necə dəyişdiyinə baxmaq lazımdır. Xəzər dənizində müasir dövrdə ilk böyük hərbi siqnallardan biri 2015-ci ildə gəldi. Rusiya həmin ilin oktyabrında Xəzər dənizindəki hərbi gəmilərindən qanadlı raketlər buraxaraq Suriyadakı hədəfləri vurdu. Raketlər təxminən 1500 kilometr məsafə qət etdi. Hədəf isə IŞİD və digər silahlı qruplaşmaların mövqeləri idi. Bu, Xəzərin özündə baş verən müharibə deyildi, amma mühüm bir sərhəd keçirmişdi. Çünki Xəzər ilk dəfə başqa bir coğrafiyadakı müharibəyə birbaşa hərbi platforma kimi qoşulurdu. Rusiya Suriyadakı əməliyyatını Xəzərdən həyata keçirirdi. Başqa sözlə, Xəzərin akvatoriyası artıq yalnız sahilyanı ölkələrin təhlükəsizlik məsələsi deyildi. O, uzaqdakı müharibələrə təsir göstərmək üçün istifadə olunan hərbi məkana çevrilirdi. Halbuki Xəzərin 5 sahilyanı ölkəsi var. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan. Bu ölkələrin hər birinin akvatoriyada öz maraqları və təhlükəsizlik hesablaşmaları mövcuddur. Ona görə də dünyanın başqa bir yerində başlayan müharibəni Xəzərə gətirmək heç vaxt sadə məsələ deyil. Lakin 2015-ci ildə başlayan proses 2026-cı ildə daha təhlükəli mərhələyə keçdi. Martın 19-da İsrail ordusu Xəzər dənizində İran infrastrukturuna zərbələr endirdiyini açıqladı. İsrail tərəfinin məlumatına görə hədəflər arasında onlarla hərbi gəminin dayandığı hərbi liman olub. Bəyanatda raket qayıqları və patrul gəmiləri ilə yanaşı hava hücumundan müdafiə sistemləri və sualtı qayıqlara qarşı raketlərlə təchiz edilmiş hərbi gəmilərinin də hədəfə alındığı bildirilir. Həmçinin İranın bölgədəki dəniz fəaliyyətini idarə edən komandanlıq mərkəzinə zərbə endirildiyi iddia olunur. Limanın gəmilərin saxlanması və təmiri üçün istifadə edilən infrastruktur da hücumun hədəfləri arasında göstərilir. Bu məlumatlar doğrudursa, burada əsas məsələ yalnız bir hərbi obyektin vurulması deyil. Əsas məsələ budur. İranın Xəzərdəki hərbi imkanları artıq regional qarşıdurmanın bir hissəsinə çevrilir. Yəni, Xəzər dənizi yalnız İranın şimal sərhədində yerləşən su hövzəsi deyil. O, İranın hərbi logistika sisteminin elementlərindən birinə çevrilə bilər və həmin sistemə zərbə vurulması artıq müharibənin coğrafiyasını dəyişir. İndi isə daha yeni hadisəyə gəlirik. Ukrayna Xəzər dənizində Rusiyaya silah daşıdığı bildirilən İran ticarət gəmisini hədəfə alıb. Ukrayna prezidenti Volodymyr Zelenski Moskvanı İranın ABŞ-yə qarşı hərbi əməliyyatına kömək etməkdə ittiham edib. Zelenskinin sözlərinə görə uzun mənzilli zərbələr İranla əlaqəli yük daşıyan gəmilərə qarşı da yönəldilib. Bu məlumatın ən mühüm tərəfi coğrafiyadır. Çünki Ukrayna müharibəsi ilə yaxın şərqdəki qarşıdurma artıq iki ayrı xətt kimi görünmür. Rusiya ilə İran arasındakı hərbi əlaqələr bu münaqişələri bir-birinə bağlayır. Bir tərəfdə ABŞ və İran arasında qarşılıqlı zərbələr var. Digər tərəfdə İsrailin İranın hərbi imkanlarını zəiflətmək cəhdi. Üçüncü istiqamətdə isə Ukrayna Rusiyanın İranla hərbi əməkdaşlığını öz təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir. Belə vəziyyətdə İranın Rusiyaya göndərdiyi hərbi və ya hərbi məqsədlə istifadə edilə bilən yüklər artıq sadəcə kommersiya daşımaları kimi qiymətləndirilmir. Onlar müharibənin ümumi logistikasının bir hissəsinə çevrilir və logistika müharibənin özüdür. Silahın haradan gəldiyi, hansı marşrutla daşındığı və hansı limandan keçdiyi artıq döyüş meydanından kənar məsələ deyil. Xəzər dənizinin indiyə qədər əsas üstünlüklərindən biri onun coğrafi təcrid olunması idi. Açıq okeanlara birbaşa çıxışı yoxdur. Dənizdə yalnız
5 sahilyanı ölkə yerləşir. Bu xüsusiyyət uzun müddət Xəzəri böyük beynəlxalq dəniz qarşıdurmalarından nisbətən uzaq saxlayır. Lakin müasir müharibələr artıq yalnız cəbhə xətti ilə aparılmır. Dronlar, uzaq mənzilli raketlər, kəşfiyyat məlumatları və logistika şəbəkələri müharibənin coğrafiyasını genişləndirir. Bir ölkə digərinin hərbi imkanlarını zəiflətmək üçün onun ərazisindən kənarda yerləşən logistika xəttinə də zərbə vura bilər. Xəzər də məhz bu səbəbdən əsaslaşır. Əgər burada İranın hərbi infrastrukturu və ya Rusiyaya gedən hərbi yüklər hədəfə çevrilirsə, onda dəniz artıq yalnız regional ticarət marşrutu deyil, o münaqişənin təminat xəttinin bir hissəsidir və təminat xəttinə hücum müharibənin özünə hücum deməkdir. Bu hadisələri daha geniş mənzərədə görəndə 3 fərqli dəniz məkanı önə çıxır. Hörmüz boğazı, Qırmızı dəniz, Xəzər dənizi. Hörmüz boğazında əsas məsələ qlobal enerji daşımaları. Qırmızı dənizdə gəmiçilik və beynəlxalq ticarət təhlükə altındadır. Xəzərdə isə yerli risk hərbi logistika ilə bağlıdır. ABŞ Hörmüz boğazı ətrafında dəniz blokadasını davam etdirir. Yəməndəki Husilər Qırmızı dənizdən keçən gəmiçiliyə qarşı hücumlarını davam etdirirlər. İndi isə Xəzərdə İranla əlaqəli gəminin hədəfə alınması yeni sual yaradır. İranın strateji dəniz yolları bir-birinin ardınca təzyiq altına düşürmür. Əgər Xəzər dənizində ticarət və hərbi daşımalar da təhlükə ilə üzləşirsə, Tehran üçün alternativ logistika marşrutlarının sayı daha da azalır. Bu isə müharibənin yalnız raketlərlə deyil, yollar və dəhlizlər üzərindən də aparıldığını göstərir. İndi əsas sual budur. Xəzərdə baş verən hadisələr yeni hərbi cəbhənin başlanğıcıdırmı? Yoxsa bu İranın hərbi və logistika imkanlarına verilən məhdud xəbərdarlıqdır? Bu suala hazırda qəti cavab vermək çətindir. Çünki hadisələrin miqyası hələlik Xəzərdə geniş miqyaslı dəniz müharibəsindən danışmağa əsas vermir. Lakin təhlükəli tendensiya artıq görünür. İranla bağlı qarşıdurma yalnız İranın cənubuna və yaxın şərqə sıxışmır. Onun təsir dairəsi şimala doğru da genişlənir. İranın Rusiyaya hərbi dəstək verdiyi iddiaları təsdiqləndikcə Ukraynada bu əlaqələri öz müharibəsinin bir hissəsi kimi qiymətləndirə bilər. Bu halda Xəzər dənizi təsadüfi şəkildə seçilmiş hədəf deyil. O, İranla Rusiya arasındakı əlaqənin keçdiyi marşrutlardan biridir və həmin marşrutun təhlükəsizliyi artıq əvvəlki kimi təmin olunmaya bilər. Xəzər dənizinin ən böyük problemi onun birdən-birə müharibə zonasına çevrilməsi deyil. Əsas risk odur ki, Xəzər başqa münaqişələrin logistik və hərbi uzantısına çevrilə bilər. 2015-ci ildə Rusiya Xəzərdən Suriyadakı hədəflərə raket atdı. 2026-cı ildə isə Xəzərdə İranın hərbi infrastrukturu və İranla əlaqəli olduğu bildirilən gəmi zərbələrin hədəfinə çevrildi. Bu iki hadisə arasında böyük fərq var. Birincidə Xəzər başqa bir müharibəyə çıxış platforması idi. İkincidə isə Xəzərin özü münaqişənin təhlükəsizlik xəritəsinə daxil olur və bu çox ciddi dəyişiklikdir. Hörmüz boğazı, Qırmızı dəniz və indi Xəzər. Müharibə artıq yalnız cəbhədə aparılmır. O, limanlarda, dəniz yollarında, ticarət gəmilərində və logistika marşrutlarında da davam edir. Əgər İran müharibəsi daha da genişlənərsə, Xəzərin təhlükəsizliyi də artıq yalnız 5 sahilyanı ölkənin daxili məsələsi olaraq qalmaya bilər. Ən böyük sual isə budur. Xəzər dənizində baş verən son hadisələr müharibənin yeni istiqamətinin ilk siqnalıdır, yoxsa tərəflərin bir-birinə göndərdiyi məhdud xəbərdarlıq? Bu sualın cavabı növbəti hadisələrdən asılı olacaq. Amma bir şey artıq aydındır. Xəzərin müharibələrdən uzaq dəniz kimi əvvəlki statusu artıq ciddi şəkildə sarsılıb. Əziz Əlibəyli, Namiq Abbasov, Today Press TV.